Salam. Bu video izahımızda üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcəyə bərabər olduğu teoremi isbat edəcəyik. İsbat məsələləri 1-ci qrupa hazırlaşan 11-ci sinif şagirdlərinə blok imtahanlarında düşür. 30 sualdan bir dənəsi isbat sualı olur, ən axırıncı sual olur. Həm də çox bal verilir. Təxminən 9 tam neçə bal. Buna görə də bu isbat məsələləri səhifəmizdən izləyə bilərsiniz. Ola bilsin ki, bu isbat sualı sizə imtahanda düşə bilsin. Keçək isbata. Çox asan bunun isbatı var. Üçbucağın B təpəsindən, bax buradan, üçbucağın oturacağına, yəni AC oturacağıdır. Həmin oturacağa paralel bir düz xətt çəkirəm. Bu AB kəsəndir. Çünki bax, bu düz xəttlə AC paraleldir, AB kəsəndir. Daxili çarpaz bucaqlara görə bura alfa olduğu üçün burada alfa olur. Çünki daxili çarpaz bucaqlar bərabərdir. Eyni ilə burada AC ilə paraleldir. Yenə də BC kəsəndir daxili çarpaz bucaqlara görə. Bu qammadsa, bu da qamma olur. Və burada 180 dərəcədir. Yəni açıq bucağı əmələ gətirir. Deməli, bu 3 dənə bucağın cəmi 180 dərəcədir. Yazırıq alfa plus beta plus qamma bərabərdir 180 dərəcə. Gördüyünüz kimi eyni düsturu buradan aldıq. Deməli, isbat olundu. Bura qədər.